tamaşaçılar, Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Bugünkü proqramımızın qonağı Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur. Əlbəttə, bu sahənin inkişafı dövlətimizin əsas prioritet istiqamətlərindən biridir və Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün ortaya qoyduğu niyyət də artıq hər kəsə məlumdur. Çünki Cənab Prezidentin yanında onun sədrliyi ilə müşavirə də keçirilmişdi bu məsələlərlə əlaqədar. Bugün proqramımızda məhz o məsələlərə toxunacaq. Əlbəttə ki, həmkarlarımızla bizi birlikdə cənab nazirə suallarımızı ünvanlayacaq. Həmkarlarımız isə ARB televiziyasından Murad Həşimovdur və eyni zamanda Azərbaycan Dövlət İnformasiya Agentliyindən Ceyhun Rüstəmovdur. Biz həmkarlarımızla birgə, yenə təkrar edirəm, sualları verəcəyik ölkəmizin Kənd Təsərrüfatı Nazirinə. Cənab Nazir, təşəkkür edirik müsahibə üçün. Əlbəttə ki, ilk sualımız Cənab Prezidentin sədrliyi ilə keçirilmiş müşavirə ilə əlaqədar olacaq və sözsüz ki, həmin müşavirədə aqrar sahədəki mövcud vəziyyət diqqətdən keçirildi. Sizin də orada məruzəniz oldu. 2026-2030-cu illərlə əlaqədar dövlət proqramı da təsdiq olunub artıq. Əlbəttə, bu proqram barədə biz müsahibə boyu danışacağıq, suallarımız olacaq. Amma ilk növbədə biz istərdik ki, hazırda olan vəziyyəti bizə təhlil edəsiniz, bizim üçün tamaşaçılarımıza məlumat verəsiniz. Eyni zamanda ötən hesabat ilində Azərbaycanın kənd təsərrüfatı sektorunda hansı nəticələr əldə olunub sualını da mütləq sizə verməliyik və veririk. Buyurun, cənab nazir. Hər bizi xoş görürük və sizə təşəkkür edirəm ki, dövlət proqramı haqqında işıqlandırmağı və kommunikasiya etməyi də öz üzərinizə bir məsuliyyət olaraq götürmüsünüz. 2025-ci il Azərbaycan kənd təsərrüfatı üçün özünə məxsus bir il oldu. Bu həm iqlim təsirləri nöqteyi nəzərdən, eyni zamanda da məhsul istehsalı və məhsuldarlıq nöqteyi nəzərdən. Bir sıra məhsullar üzrə məhsuldarlıqda rekord həcmlər görülsə də, bəzi məhsullar üzrə azalma oldu. Ümumilikdə kənd təsərrüfatı ümumi ölkə üzrə müdaxilə məhsulunun 5.9%-ni təşkil etdi il sonuna. Qeyri-neft-qaz ümumdaxili məhsulunda isə ümumi payı 8.3% təşkil edirdi. Məhsul istehsalı aqrar sektorda toplam 14.2 milyard manat təşkil etmişdi. 14.2 milyardında bitkiçilik və heyvandarlıq arasında aşağı-yuxarı yarı bölünmüşdü. Bitkiçilik biraz daha yarıdan az, heyvandarlıq isə yarıdan biraz daha çox idi. İkisi bir yerdə 14.2 milyard təşkil edirdi. Artım, ümumdaxili məhsulun artımı ilə bağlı ümumi artım 1%-ə yaxın bir rəqəm təşkil edirdi. Heyvandarlıqda bu daha aşağı 0.3%, bitkiçilikdə isə 1.5% artım müşahidə olunmuşdur. Əlbəttə ki, son illərdə aqrar sektorda olan artım baxmayaraq ki, müsbətdir, amma dinamika aşağı gedirdi və bu öz-özlüyündə ekstensiv artımın artıq öz resursunu limitlərinə çatdığını göstərirdi və bununla bağlı Cənab Prezidentin göstərişi ilə qeyd etdiyiniz məhz 2026-2030 aqrar sahə ilə bağlı proqramın qəbul olunmasına müəyyən bir ehtiyac yarandı. Eyni zamanda 2025-ci ildə qeyd etdiyim kimi pambıqçılıq üzrə və pambıq məhsuldarlığında ölkə tarixində rekord nəticə əldə olundu. 3.6 ton 1 hektardan məhsul yığıldı. Bir çox bitkiçilik məhsulları üzrə məhsuldarlıq göstəriciləri artım göstərib. Lakin heyvandarlıq məhsulları üzrə isə bizim heyvan başına olan məhsuldar göstəricilərimiz hələ də ürək açan halda deyil. Bunlardan irəli gərək bu dövlət proqramı hazırlanıb. Eyni zamanda 2025-ci ilin ixracat rəqəmlərinə də toxunmaq istəyirəm ki, ixracat nöqteyi nəzərdən ölkə üçün, aqrar sektor üçün uğurlu bir il oldu. Rekord həcmdə 1.5 milyard dollarlıq məhsul ixracı həyata keçirilib. Bunun 1.1 miljardı məhz kənd təsərrüfatının istehsal olunan məhsullardır. 0.4 miljardı isə aqrar məhsullardan emal olunmuş yekun məhsullardır və onların ixracı həyata keçirilmişdir. İxracatda başqa bir müsbət dinamika isə həm ixracat coğrafiyasının genişlənməsi, həm də ixracat portfelinin, məhsul portfelinin genişlənməsini biz müşahidə edirik və əlbəttə ki, bunlar sevindiricidir. Amma yenə də gediləcək və görüləcək işlər var. Prezidentin sərəncamı ilə qəbul edilən yeni dövlət proqramında aqrar sektorda inqilabi dəyişikliklərə səbəb olacaq bəndlər yer alır. Qarşıya qoyulan hədəflərdən biri də ümumi daxili məhsulda artım dinamikasını 2% ətrafında saxlanmalıdır ki, bunun üçün də konkret hədəflər müəyyənləşdirilməlidir.
Bu hədəfə çatmaq üçün hansı resurslardan istifadə olunacaq, konkret mexanizmlər və təkliflər varmı? Dövlət proqramı özü-özlüyündə sadəcə sahədə görüləcək işlər deyil. Əslinə qalsa xeyli daha əhatəlidir. Bu özü-özlüyündə həm fundamental tədbirləri, həm dəstəkləyici tədbirləri ehtiva edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı və balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı üzrə 2026-2030-cu il kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramı olaraq qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul istehsalından intensiv məhsul istehsalına keçidi formalaşdırmaqdır. Bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlarımız olsa da, heyvandarlıq sahəsində təəssüf ki, intensiv təsərrüfatlar Azərbaycanda mövcuddur, lakin onların artım sürəti yetərincə olmadığına görə də burada bu da nəzərə alınıb. Ümumilikdə resurs nöqteyi nəzərdən proqram 4 ana sütun üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə resurs səmərəliliyinə əsaslanan bir kənd təsərrüfatının formalaşması. İkinci növbədə bu texnologiyaya və innovasiyaya əsaslanan kənd təsərrüfatının formalaşmasıdır. Eyni zamanda kənd təsərrüfatında nəzərdə tutduğumuz məqamlar həm resurs səmərəliliyi qeyd etdiyim kimi, həm texnologiya, innovasiyaya, eyni zamanda bazarlara və dəyər zənciri üzrə inteqrasiyadır və emal sənayesinin inkişafına və məhsuldarlığın artırılaraq məhsul istehsalının artımına nail olmaqdır. Burada tətbiq edəcəyimiz mexanizmlər müxtəlifdir. İndiyə kimi mövcud olan bəzi mexanizmlər özünü qoruyub saxlayacaq, amma həm subsidiyalar olaraq, həm güzəştlər olaraq, eyni zamanda daha güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Eyni zamanda yeni subsidiya alətlərinin təqdim olunması da bu proqram çərçivəsində nəzərdə tutulur. Proqramda qeyd edilən kimi fundamental tədbirlər olduğu kimi dəstəkləyici tədbirlər də var və bunlar özündə ilk növbədə institusional islahatları, nazirliyin fəaliyyəti ilə bağlı institusional islahatları ehtiva edir, qanunvericilik təşəbbüslərini özündə ehtiva edir və rəqəmsallaşma və süni zəkanın tətbiqi də bu proqram çərçivəsində nəzərdə tutulur. Bunların içərisindən qanunvericilik təşəbbüsləri məxsusunu qeyd etmək istəyərdim. Çünki ilk dəfə Azərbaycanda aqrar sahə haqqında qanun yazılır və qəbul olunması gözlənilir və bir sıra digər qanun təşəbbüsləri də olacaq. Hətta ilkin nəticələrini mən qeyd edeyim ki, Cənab Prezident tərəfindən imzalanan 759 və 413 nömrəli fərmanlara dəyişiklikləri mən qeyd etmək istəyərdim. Bu dəyişikliklərlə artıq Azərbaycanda heyvandarlıq istiqamətli subsidiyanın verilməsi mümkün olacaq. Eyni zamanda bağçılıq istiqamətli ilkin ilin investisiya subsidiyalarının verilməsi nəzərdə tutulur. Balıqçılıq və akvakultura məhsulları üzrə artıq həm avadanlıqlara güzəştlərin verilməsi, həm məhsul subsidiyasının verilməsi nəzərdə tutulur. Və çoxdan gözlənilən heyvandarlıq məhsulları üzrə məhsul subsidiyasının verilməsi də bu fərmanla orada öz əksini tapmışdır. Hörmətli cənab nazir, əslində təqdim edəcəyim sual məhz hazırda vurğuladığınız məsələ ilə bağlı idi və bir də paralel olaraq aqrar kredit güzəştləri ilə bağlı istəyərdim ki, daha geniş sahələrə bunun tətbiqi ilə bağlı bir yenilik varmı? Planlar nədən ibarətdir? Subsidiyalar və aqrar güzəştlərlə bağlı yeni hansı sahələrdə biz növbəti mərhələdə bunun tətbiqini görəcəyik? Subsidiyaya dəyişiklik, köklü dəyişiklik bu onun məğzindən ibarətdir. İndiyə kimi bizim subsidiyalar əsasən əkin istiqamətli olubdur və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması olubsa, hal-hazırda yeni dövlət proqramı çərçivəsində biz artıq bu prosesə başlamışdıq, amma həm Cənab Prezidentin fərmanlarında olunan dəyişikliklər, təsdiqlədiyi dəyişikliklər və eyni zamanda da yeni qanunvericilik təşəbbüsləri çərçivəsində subsidiyalar daha çox məhsuldarlıq istiqamətində, məhsul istehsalı istiqamətli subsidiyaları genişləndirməyi düşünürük. Qeyd edeyim ki, əgər əvvəllər sadəcə şəkər çunduru, pambıq və tütünə məhsul subsidiyası verilirdisə və bu məhsul subsidiyalarının əslində qalsa illər üzrə məhsuldarlığa necə təsir etdiyini biz görmüşük, şahidi olmuşuq. Əgər 2017-ci ildə, 18-ci ildə ortalama ölkə üzrə məhsuldarlıq pambıqda 11 sentner idisə, keçən il biz buna 36 sentnerə gəlib çalmışıq. Yəni bu 3 dəfədən çox artımı biz burada müşahidə etmişik. Eləcə də tütündə və şəkər çundurda da eyni misalı göstərə bilərik. Keçən ildən burada biz qarğıdalı və günəbaxan tumların istehsalını məhsul subsidiyası olaraq artıq tətbiq eləməyə başlayırıq. Bu ildən alma və nar meyvəçilikdə
məhsul subsidiyası olaraq veriləməyi nəzərdə tutulur və bu proqram çərçivəsində ildən ilə məhsul subsidiyasını bitkiçilikdə artırmağa niyyətindəyik. Bir nümunə ərzalıq buğda subsidiyasının varlığıdır və yeni proqram çərçivəsində bunu genişləndirməyi düşünürük. Əgər əvvəl subsidiya sadəcə fermerə və müasir suvarma qurmuş fermerə tətbiq olunurdursa, yeni dövlət proqramı çərçivəsində nəzərdə tutulan həmçinin emal sənayesinə də subsidiyanın verilməsi nəzərdə tutulur. Bundan əlavə heyvandarlıq istiqamətində isə bu həm ətlik istiqamətində, həm damazlıq istiqamətində və eyni zamanda süd məhsulu üzrə də subsidiyanın verilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə böyük qayıdış proqramı çərçivəsində kənd təsərrüfatının bərpası sürətlə davam etdirilir. Hazırda həmin bölgələrdə aqrar fəaliyyətin genişləndirilməsi, yeni infrastrukturun qurulması, əhalinin məşğulluğunun artırılması istiqamətində hansı addımlar atılır? Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyətlə məşğul deyil, eyni zamanda sosial təsirləri və regionların inkişafına yönəlik təsirləri olduqca böyükdür. Mən qeyd edim ki, Azərbaycanda bölgələrdə yaşayan əhalinin, kəndlərdə yaşayan əhalinin statistikaya görə 50% kənd təsərrüfatı ilə məşğuldur. Və biz düşünürük ki, geri qayıdan əhalinin, azad olunmuş ərazilərdə də ki, əhalinin məşğulluğu da buna yaxın bir rəqəm olacağı gözlənilir. Burada mən görülən işləri iki mərhələyə ayırmaq istəyərdim. İlk mərhələ 2020 və 2025-ci illəri əhatə edən, burada daha çox infrastrukturun qurulması, şəraitin yaradılması, yeni kəndlərin salınması, şəhərlərin salınması və ümumilikdə əhali ilə kənd təsərrüfatının təşkili modelinin formalaşdırılması, arayışları mərhələsi idi. Eyni zamanda bu dövr ərzində orada müəyyən olunmuş 180 min hektar təxminən əkin ərazisi var, 8 min hektara yaxın bağ sahələri, çoxillik əkmələr var. Bir qismi təəssüf ki, yaxşı vəziyyətdə deyildi və bunların bərpası lazımdır və yenidən qurulacaq bağlar olacaq. Bu əkin sahələrinin bir qismi, bir 10 min hektara yaxını kütləvi şəkildə minalanmış və partlamamış silah sursatla çirklənmiş ərazilərdir. Əsas da keçmiş təmas xəttinə yerləşən ərazilərdir. Yerdə qalan ərazilərdə isə əlbəttə ki, intensiv kənd təsərrüfatına hazırlıq işləri görülür. 2025-ci ildən etibarən isə mən ikinci mərhələni qeyd etmək istəyirəm. 2025-ci ildən etibarən artıq geriyə qayıdan kəndlərdə yaşayacaq əhaliyə torpaqların təhkim olunması prosesinə başlanıldı. Biz artıq 14 kənddə prosesə başlamışıq. Bunların içərisində 9 kənddə işlər başa çatdırılıbdır və fermerlərlə, əhali ilə həmin müqavilələr bağlanıbdır. Nümunə olaraq ilk pilot layihəmiz bizim Zəngilan Ağalı kəndində oldu. Hal-hazırda Zəngilan Məmmədbəyli kəndində həyata keçirilir. Əlavə olaraq Xocalının Xanyurdu, Balıca kəndlərində həyata keçirilib, Laçının Zabuq kəndində həyata keçirilib, Xocavəndin Qırmızı Bazar qəsəbəsində hal-hazırda həyata keçirilir və digər kəndlərdə də əhali köçdükcə bu kəndlərdə kənd ətrafı torpaqlar parsellləndirilərək, əkinə hazır vəziyyətə gətirilərək fermerlər təhkim olunması nəzərdə tutulur. Burada bir məqama toxunmaq istəyirəm ki, fermerlərə təklif olunan torpaqlarda bir minimal əkin sahəsi hədəfi qoymuşuq, bu 5 hektardır. 5 hektardan kiçik təsərrüfatın yaradılmasını Cənab Prezidentin fərmanı çərçivəsində artıq ona icazə verilmir və ona görə də bəzən fermerlər torpaq yetərsizliyi olduğundan birləşərək kooperativlər yaradırlar və ya ailə kəndi təsərrüfatlar, fermer təsərrüfatları yaradırlar. Artıq bir neçə dənə müxtəlif kəndlərdə həm kooperativlər, həm ailə kəndi fermer təsərrüfatları yaradılıbdır və bunlara bu torpaqlar təhkim olunur. Ağalı nümunəsində misal çəkə bilərəm ki, 32 nəfər fermer birləşərək 3 kooperativ yaradıbdır və onlara 51.6 hektar torpaq təhkim olunubdur və müqavilələr bağlanıbdır. Eləcə də digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır. İkinci aparılan istiqamət isə görülən işlər bu investisiya məqsədli kənd təsərrüfatının daha çox ərzaq təhlükəsizliyini, daha dəyərli məhsulun istehsalı istiqamətində torpaqların bu sahədə çalışan peşəkar, fiziki və hüquqi şəxslərə torpaqların təhkim olunmasıdır, investorlara torpağın təhkim olunmasıdır. Bunun yolu da Cənab Prezidentin fərmanı çərçivəsində həyata keçirilir, burada təsbit olunubdur və artıq 2 müsabiqə biz keçirmişik. İlk müsabiqədə təxminən 3500 hektara yaxın sahə üçün investorlarla müqavilə bağlanıb, 70 milyona yaxın investisiya qoyulması nəzərdə tutulur növbəti 5 il ərzində. İkinci müsabiqədə
13.000 hektar müsabiqəyə çıxarılmışdı və həmin müsabiqə bu ilin fevral ayında başa çatıb. Hal-hazırda müqavilələrin bağlanmasının yekun prosesləri həyata keçirilir. Müqavilə çərçivəsində də 100 milyon manatdan çox növbəti 5 il ərzində də investisiyanın qoyulması nəzərdə tutulur. Burada müxtəlif istiqamətli torpaq təkimləri həyata keçirilir. Burada bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq istiqamətli, istixana istiqamətli, gülçülük istiqamətli, aqroturizm istiqamətli layihələr təqdim olunur və komissiya tərəfindən baxılaraq müvafiq olaraq qaliblər elan olunur. Qeyd edim ki, hal-hazırda 3-cü və 4-cü investisiya müsabiqələri elan olunubdur və onların sənəd qəbulu həyata keçirilir. Cənab nazir, Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafına mane olan faktorlardan da danışdı. Özəlliklə 2 faktor önə çıxır, biz bilirik. Dünyada olan mövcud vəziyyət, müharibələr, konfliktlər, həmçinin də urbanizasiya problemləri. Elə bu fon 3 çərçivəsində də biz gördük, orada da bu məsələ qalxmışdı. Çünki kənd əhalisinin sayının sürətlə azalması və urbanizasiyanın hətta 75-80%-ə qədər qalxa biləcəyi haqqında fikirlər səsləndirilirdi BMT çərçivəsində. Sual bundan ibarətdir. Azərbaycan bu problemlərin təsirinə nə dərəcədə məruz qalır və yaxud qalmaqdadır və çıxış yolları kimi nələri göstərmək olar? Çox vacib məqamlara toxundunuz. Müşavirədə də qeyd etdiyiniz kimi Cənab Prezident məhz bu 2 məqama özəlliklə toxundu və hətta əhaliyə şəhərdən kəndə marağın artmasına və şəhərin kəndə köçünə çağırışında bulundu. Bunun üçün Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olmuş bir ölkə olduğundan əlbəttə ki, bu faktorlardan, bu təsirlərdən kənarda qalmır. İlk növbədə regionda və dünyada gedən münaqişələrin təsiri, münaqişələrin nəticəsində logistik zəncirlərin qırıldığını görürük və logistik zəncirlərin qırılması da, təchizat zəncirinin qırılması da istehsal vasitələrin çatdırılmasında çətinliklər yaradır. Bu da öz növbəsində istehsal vasitələrin qiymət artımına gətirib çıxarır ki, və bu da əlbəttə ki, kənd təsərrüfatında öz mənfi təsirini göstərir. Burada əsas bizim gördüyümüz və yeni dövlət proqramında nəzərdə tutulan əlbəttə ki, dəstək paketi öz-özlüyündə çox böyük bir məbləğ ehtiva edir. Növbəti 5 il ərzində Azərbaycan dövləti tərəfindən əlavə 2,2 milyard manatlıq bir dəstək paketi nəzərdə tutulur. İlk illər, mən 2020-2025-ci illərin statistikasına və subsidiya statistikasına və məhz bu istehsal vasitələrin təsirini toxunmaq istəyərəm. Əgər 2020-ci ildə 380 milyon manat nominal dəyərdə kənd təsərrüfatına subsidiya verilmişdirsə və güzəştlər verilmişdirsə, 2025-ci ildə bu 510 milyon manat təşkil etmişdir. Nominal ifadədə 33-35% bir artım görürük, amma real ifadədə məhz istehsal vasitələrinin bahalaşması, bu real ifadədə bu artımı biz görmürük. Ona görə də yeni paketin elan olunması məhz bugün göstərilən dəstəkdən əlavə olaraq nəzərdə tutulur və bu da müəyyən mənada həmin istehsal vasitələrinin qiymət artımının da qarşısını alacaq və ya orada müəyyən bir fermerlər üçün üstünlük sağlayacaq. Əlbəttə ki, yeni dövlət proqramında əsas hədəf məhsuldarlığın artırılmasıdır və məhsuldarlığın artırılması üçün burada həm müasir suvarmaların tətbiqi, həm gübrə və dərmanların tətbiqi, müasir aqrotexniki tədbirlərin görülməsi mütləq bir şərt olaraq fermerlər qarşısında duracaq və bu dövlət dəstəyi paketi də özünü bu məqamları nəzərdə tutur. İkinci vacib məqam urbanizasiya ilə bağlı. Bir qeyd edeyim ki, əgər 1950-ci illərdə, səsəniz burada BMT-nin statistikasıdır, 1950-ci illərdə dünyanın 20% əhalisi şəhərlərdə yaşayırdısa, 2025-ci ildə bu artıq 57% idi. Və qeydiniz kimi, WUF çərçivəsində qeyd olunurdu ki, bu artıq daha yuxarı faizlərə BMT tərəfindən proqnozlaşdırılır və Azərbaycan da bundan kənarda deyil. Burada etməli olduğumuz məqamlar müxtəlifdir, amma vacib birinci məqam bölgələrdə məşğulluğun imkanlarının artırılması, yaradılması və bu dövlət proqramı özünə məxsusluğu da ondan ibarətdir ki, əgər regionların inkişafı proqramları əvvəllər regionlarda infrastrukturun artırılması istiqamətlə əsas nəzərdə tutulurdursa, bu proqram həm sektoral proqramdır, həm də regionların inkişafına yönəlik bir proqramdır. Və əlbəttə ki, regionlarda həm məşğulun yaradılmasına, emal sənayesinin genişlənməsinə, biz istixanaların artırılmasını danışırıq. İstixanada 1 hektara daha çox insan üçün iş yeri yaradılır. Bağçılığın artırılması nəzərdə tutulur dövlət proqramı çərçivəsində
bağçılıq da bildiyimiz kimi birlik əkinlərlə müqayisədə, taxılla müqayisədə daha çox 1 hektara iş yeri yaradır. Və ona görə də ki, bu proqram öz-özlüyündə də regionlarda iş yerlərinin yaradılmasına yönəlib. Bu öz-özlüyündə insanların regionda qalmasına xidmət edəcək. Əlbəttə ki, urbanizasiya qaçılmaz məqamdır və biz bunu yaşayacağıq. Dünyaya inteqrasiya olmuş bir dövlət olaraq da. Amma bölgələrdə həm sosial infrastrukturun inkişafı ilə, həm kommunal infrastrukturun yaradılması ilə, eyni zamanda kənd təsərrüfatı istiqamətli məşğuliyyətin artırılması, imkanların yaradılması, sahibkarlıq üçün, fermerlər üçün imkanların yaradılması öz-özlüyündə mən ümid edirəm ki, insanların marağını artıracaq. Burada bir məqama da toxunmaq istəyirəm. Bu, Təhsil Nazirliyi tərəfindən olunan bəzi bölgələrdə yeni ali təhsil ocaqlarının yaradılması təşəbbüsləridir. Əlbəttə ki, bu çox təqdirə layiqdir, çünki o bölgədə gənc insanların daha çox yerləşməsinə, orada təhsil almasına və gələcəkdə yaranan iş imkanlarının orada qalıb yaşamasına şərait yaradacaq və bu da özü-özlüyündə kəndlərdə müəyyən bir insanların və əsas da mənim üçün maraqlı olan kənd təsərrüfatında peşəkar çalışacaq insanların sayının artmasına xidmət edəcək. Burada başqa bir məqamda biz başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, kəndlərdə işçi qüvvəsinin azalması da baş verir və bunun ana yolu da kənd təsərrüfatında mexanizasiyanın genişlənməsinə nail olmaqdır. Bu, müasir suvarmanın tətbiqi olsun, yeni texnikaların, texnologiyaların tətbiqi olsun, dərmanlama avadanlıqlarının, müxtəlif cihazların və qoşquların genişləndirilməsi əlbəttə ki, buradakı şərtlərdən biri olacaq. Cənab nazir, bu suvarma suyu çatışmazlığı problemi də real problemlərdəndir. Sizcə müvafiq dövlət proqramının icrası bu problemi nə dərəcədə və necə həll edəcək? Hər kəsə məlumdur ki, son illərdə dövlət tərəfindən bir sıra iri su layihələri icra olunur. Bunlar su anbarlarının tikintisi, bəzi su kanallarının yenidən qurulması layihələridir. Buna misal həm azad olunmuş ərazilərdən gətirə bilərik. Azad olunmuş ərazilərdə yeni Sabuqçay su anbarı tikildi. Eyni zamanda su qovuşan su anbarı, Xaççay su anbarı, Köndələnçay, Füzuridə su anbarları da yenidən bərpa olundu və istifadəyə verildi. Eyni zamanda Azərbaycan digər bölgələrində də yeni su anbarlarının inşaatı davam eləyir. Əsas kanallardan biri olan Şirvan kanalı, əvvəllər Yuxarı Şirvan adı olaraq tanınan kanal, hal-hazırda adı dəyişilərək Şirvan kanalı olaraq olacaq. Kanalın hal-hazırda yenidən qurulması həyata keçirilir. Bunların hamısı əlbəttə ki, suyun əsas kanallarda və rezervuarlarda qorunub saxlanmasına və itkisinin azaldılmasına xidmət eləyəcək. Amma eyni zamanda anlamalıyıq ki, su itkisinin ciddi bir qismi məhz daha sonraki şəbəkələrdə və təsərrüfat daxili sahələrdə itkisinə gətirib çıxarır. Çünki kanalların əksəriyyəti torpaqdır və ya şırım sulama, klassik selləmə suvarma həyata keçirilir və orada da ciddi həcmdə su itkisinə gətirib çıxarır. Məhz bu məqamı nəzərə alınaraq yeni dövlət proqramında cənab prezidentin tapşırığı ilə 2 ana istiqamət mövcuddur. Birinci istiqamət bu müasir suvarmaların genişləndirilməsidir. Bu damlama sulama sistemlərinin, çiləmə suvarma sistemlərinin, yağmurlama, pivot suvarma sistemlərinin ölkədə genişləndirilməsinə nail olmaqdır. Mən qeyd edeyim ki, 2025-ci ilin sonuna əgər ölkədə bütün suvarılan ərazilərdə tapılan müasir suvarma altında olan sahə 130 min hektar təşkil edirdi. Bu 130 min hektarın 2030-cu ildə 300 min hektara çatdırılması hədəf olaraq cənab prezident tərəfindən qarşımıza qoyulubdur. Çox ambisiyoz bir hədəfdir, amma eyni zamanda da ölkə üçün çox vacib və strateji bir hədəfdir. Biz görürük ki, müasir suvarmanın tətbiqi ilə məhsuldarlığın artmasına nail olunur. Sadə bir misal çəkim ki, Ərzalı Buğda proqramı çərçivəsində müasir suvarma altında ortalama məhsuldarlıq 25-ci ildə 5.8 ton təşkil edib. Halbuki, eyni sahələrdə selləmə suvarma və ya dəmi ərazilərində ortalaması ölkə üzrə 3 tondur. Yəni, burada biz taxılda 2 dəfə, bəzən 3 dəfəyə qədər artımı müşahidə edirik. Eyni şəkli biz meyvəçilikdə, tərəvəçilikdə də görürük. Misal üçün, Gədəbəy bölgəsində, əsas Tovuz bölgəsində kartof əkinlərindən ciddi şəkildə müasir suvarmanın tətbiqini, çiləmə suvarmanın tətbiqini görürük. Əgər əvvəlki illərdə ortalama məhsuldarlıq o bölgədə 20 ton idisə, müasir suvarma altında 60 ton məhsul əldə edirlər. Və ona görə müasir suvarma həm məhsuldarlığın artımına, məhsul istehsalının artımına, suyun qənaətinə, torpağın şoranlaşmasının qarşısını almağa xidmət eləyir.
və bu səbəbdəndir ki, dövlət proqramında bunun dəstəyi nəzərdə tutulur. Bu dəstək mexanizminə toxunum. Əgər əvvəllər model 20-40-40 modeli mövcududursa, 20% fermer və ya investor, sahibkar avans ödəyirdi həmin müasir suvarma sistemi üçün, 40% dövlət tərəfindən subsidiyalaşdırılırdı, 40% isə yenə dövlət tərəfindən 5 illik faizsiz kredit olaraq verilirdi. Yeni proqramda bu format biraz daha dəyişdirilir və avans ödənişi fermer tərəfindən, bu proqrama qoşulacaq fermerlər tərəfindən 10% olması nəzərdə tutulur. 40% dövlət tərəfindən güzəşt verilməsi, 50% isə özəl banklar tərəfindən kreditin verilməsi, onun faizinin isə ilk 5 ildə və kredit artıq 5 il deyil, 10 illik olması nəzərdə tutulur. İlk 5 ilin isə faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni burada da avtomatik illik ödənişlər fermer üçün daha uyğun olacaq və biz inanırıq ki, bu da buna xidmət edəcək. Eyni zamanda müasir suvarmanın genişləndiriləcək sahələri artıq su tədarükünü və ya suyun mövcud olan, suvarma altında olan ərazilərdən seçilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, artıq orada su təminatı pis və ya yaxşı hansısa formada var. Müasir suvarmanın tətbiqi, orada rezervuarın qazılması, suyun müəyyən mənada hovuzda çökdürülməsi, saxlanması və sonra müasir suvarma ilə sahəyə verilməsi imkanlarında olacaq. Müasir suvarma ilə bağlı və sulama ilə bağlı bir məqamda dövlət proqramında nəzərdə tutulan bu, Azərbaycanda ilk dəfə pilot konsolidasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. 2 rayonda, Qəbələdə və Salyanda toplam 32 kənddə keçirilməsi nəzərdə tutulur. Dünyada çox geniş yayılmış bir praktikadır. Avropa ölkələri bunu artıq bir neçə iterasiya olaraq başa çatdırıblar. Türkiyə və qardaş ölkəmiz bunu intensiv şəkildə son 10-15 ildə tətbiq edir və bunun xeyirlərini çox görür, faydalarını çox görür. Və Azərbaycanda ilk dəfə bunun tətbiqi nəzərdə tutulub, pilot olaraq həyata keçirilməsi. Burada artıq həm kadastr xəritələrinin düzəldilməsi, parçalanmış torpaqların birləşdirilməsi, koordinatların düzəldilməsi, fermerin torpaq sahələrinin vahid bir parselə gətirilməsi, eyni zamanda suvarma suyu ilə təminatı və qapalı suvarma şəbəkəsinin orada çəkilməsi də nəzərdə tutulur və bu da ciddi şəkildə həm su qənaətinə gəlib çıxaracaq, fermer üçün gəlirliyini artırmağa imkan verəcək, əlavə dəyər yaradan məhsulların əkininə imkan yaradacaq və ümumilikdə məhsul istehsalının artımına da xidmət edəcək. Cənab nazir, ictimaiyyəti ən çox düşündürən məsələlərdən biri də ölkədə ərzaq təhlükəsizliyi məsələsidir. Yerli istehsalın artırılması, məhsul yığım prosesinin təşkili, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi üçün hansı addımlar atılır və yaxud da atılacaq? Qarşıda dayanan əsas maneələr nələrdir? Kənd təsərrüfatı sektoru, aqrar sektoru qarşısında hər bir dövlətin qarşısında əlbəttə ki, ərzaq təhlükəsizliyi ana strateji hədəflərdən biridir. Müşavirədə də cənab prezident bu məsələyə toxunaraq az öncə qeyd olunan regionda və dünyada baş verən hadisələrin fonunda hər bir ölkə üçün ərzaq təhlükəsizliyinin daha da qabarıq, daha da önəmli olduğunu bir daha göstərmiş olur. Azərbaycan da bunlardan kənarda qalan bir ölkə olmayacaq. Bir məqama toxunum ki, müşavirədə də bu qeyd olundu. Ərzaq təhlükəsizliyinə nə qədər önəmli olduğunu qeyd etmək istəyirəm. Azərbaycanda əkilən torpaqların təxminən 74% taxıl və yem bitkilərinin üçün istifadə olunur. Amma taxıl və yem bitkilərinin birgə aqrar istehsaldakı payı cəmisi 11%-dir. Yəni biz torpaq resursumuzun 74%-ni 11% dəyər yaradan məhsula ayırmışıq. Amma işin o birisi tərəfində məhz ərzaq təhlükəsizliyi olduğuna görədir və hər bir ölkə, hər bir dövlət də bu seçimi, bu qərarı vermək məcburiyyətində. Optimal sahələr axtarılır əlbəttə ki, amma bu da onu göstərir ki, nə qədər dərəcədə Azərbaycan ərzaq təhlükəsizliyinə önəm verir. Əlbəttə ki, bundan sonraki hədəfimiz bizim ərzaq təhlükəsizliyini təmin etmək nöqteyi nəzərdən, həm cənab prezidentin müşavirədə də qeyd etdiyi kimi və göstərişləri çərçivəsində bir sıra məhsullar üzrə özünün təminat səviyyəsinin yüksəldilməsi, ölkədə məhsul istehsalının artırılmasına nail olmaqdır. Amma bunu daha çox sahə əkərək deyil və ya daha çox heyvan sayı artıraraq deyil, heyvan başına məhsuldarlığın artırılması, ət və süd məhsuldarlığının, eləcə də əkində hər hektar üçün məhsuldarlığın artırılmasına nail olmaqdır. Və biraz öncə müzakirə etdiyimiz müasir suvarma buna xidmət edəcək məqamlardır. Bundan əlavə ərazilərin düzləşdirilməsi üçün lazer malanın tətbiqi, hətta onun da dövlət tərəfindən hər hektara
müasir subsidiyalaşdırılması nəzərdə tutulur bizim dövlət proqramı çərçivəsində. Ərzaq təhlükəsizliyinin təmini üçün əlbəttə ki, xeyli addımlar bu dövlət proqramı çərçivəsində nəzərdə tutulub. Heyvandarlıqla bağlı toxunum ki, bu gün təəssüf ki, ölkədə cins heyvanların ümumi heyvan sayındakı sürüdəki payı cəmisi 2,5%-dir. Və bu 2,5% pay məhsuldarlığı ciddi şəkildə artırmağa bizə imkan vermir. Əsas hədəflərimizdən biri cins heyvanların sayının artırılmasına nail olmaqdır, ölkədə damazlıq heyvandarlığının artırılmasına nail olmaqdır və məhsul subsidiyasının bir özəlliyinə toxunmaq istəyirəm. Məhsul subsidiyası sadəcə istehsala deyil, həmin istehsaldan sənayeyə gətirilən həcminə verilməsi nəzərdə tutulur. Burada əsas məqsədimiz sənayeyə xam malın gəlməsi və əlavə dəyər olunaraq məhsulların istehsalına nail olmaqdır. Biz görürük ki, hətta bizim ticarət balansında ciddi həcmli emal olunmuş ərzaq məhsullarının idxalı var və bu ərzaq məhsullarının idxalının əvəzlənməsi o halda mümkündür ki, bizdə həm xam mal istehsalının, məhsul istehsalının artımına nail olaq, eyni zamanda bu məhsulun sənayələşməsinə, sənayeyə gəlib çıxmasına və sənayedə emal olunmasına da nail olaq. Cənab nazir, buğda istehsalı ərzaq təhlükəsizliyinin ən vacib və strateji sahəsi hesab olunur. Təkcə bizim ölkəmizdə deyil, dünyada və bu baxımdan Azərbaycanda hazırki 55%lik göstərici ki var. Siz də Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə bu barədə məlumat vermişdiniz. Onun artırılması, yüksəldilməsi haqqında istərdik ki, məlumat verəsiniz və bu ümumiyyətlə perspektivdə, yaxın perspektivdə özəlliklə də yəqin tamaşaçılarımızı da bu sual düşündürür, necə görünür və bunun üçün iqtisadi ən əsas suallardan biri odur ki, zəmin varmı? Əzalı buğday məqamına toxundunuz. Ölkə üçün əhəmiyyətlidir, həm də biraz əvvəl müzakirə etdiyimiz ərzaq təhlükəsizliyi nöqteyi nəzərdən özünün təminatının artırılması bizim üçün əhəmiyyətlidir. 55% 2025-ci ilin sonuna olan özünü təminat etmə səviyyəmizdir və bu rəqəm Cənab Prezidentin qeyd elədiyi kimi qənaətbəxş deyil və bunun artırılmasına nail olmaq lazımdır. Biz eyni zamanda anlayırıq ki, Azərbaycanın iqlim şəraiti və ərazi potensialı bunun 100% çatdırılmasını mümkünsüz edir, amma ciddi həcmdə artırılması ana hədəflərdən biridir. Qəbul olunmuş dövlət proqramı çərçivəsində 2030-cu ildə 55%-dən 66%-ə artırılması hədəflənib. Burada bizim atacağımız bir neçə konkret addımlar var. İlk növbədə əzalı buğda proqramı üçün ixtisaslaşmış rayonlar artıq seçilib. Birinci mərhələdə 22 rayon seçilmişdir. Harda ki, müasir suvarmanın tətbiqi nəzərdə tutulur. 2030-cu ilə qədər, 2030-cu ildən sonra su təminatı yaxşılaşdırılan əlavə 8 rayonun da bu proqrama qoşulması nəzərdə tutulur. Birinci addım ixtisaslaşma, ikinci addım yeni toxumların introduksiyası və daha məhsuldar toxumların istifadəsinin artırılmasına nail olmaq, sertifikatlı toxumların istifadəsinə nail olmaq. Üçüncü addım müasir suvarma altında bunun əkilməsinə nail olmaq və dördüncü addımda torpaq işlərinin əkin zamanı düzgün görülməsinə nail olmaqdır. Agrotexniki tədbirlərin görülməsinə nail olmaqdır ki, biz ərzaqlıq buğda istehsalını daha çox sahə deyil də, daha bir hektardan daha çox məhsul götürərək nail ola bilək. Bu işlərin nəticəsi olaraq 2030-cu ildəki hədəfimiz ümumi ərzaqlıq buğda istehsalının 20% artmasına nail olmaqdır. Ortalama məhsuldarlığının ixtisaslaşmış rayonlar üzrə 5 ton bir hektardan 5 tondan daha çox artırılmasına nail olmaqdır və bununla müəyyən mənada idxalın da azalmasına səbəb olmaqdır. Bunun üçün iqtisadi əsaslar varmı? Mən deyərdim var və buna son 3 il ərzində əzalı buğda proqramı çərçivəsində görülmüş işlər buna nümunədir. Sadəcə qeyd edim ki, 2025-ci ildə ərzalı buğda proqramı çərçivəsində 127 min tona yaxın, 126-127 min tona yaxın ərzalı buğda istehsal olmuşdur. Böyük əksəriyyət 3-cü sinif ərzalı buğdadır, amma dəyirmanların və çörək istehsalı üçün, un istehsalı üçün yararlı bir buğdadır. Ona görə də bunun artırılması mümkündür Azərbaycanda, amma dediyim kimi daha çox sahənin əkilməsi hesabına deyil, məhsuldarlığın artırılması hesabına nəzərdə tutulur. Cənab nazir, Cənab Prezidentin xüsusilə də vurğuladığı məqamlardan biri də məhz o idi ki, Azərbaycanla bugün əməkdaşlıq etmək istəyən
çoxlu xarici ölkə var və bu xarici ölkələrin müxtəlif şirkətləri, təşkilatları var. Biz aqrar sahəyə, kənd təsərrüfatına həmin şirkətlərin investisiyalarını cəlb edə bilirikmi? Xaricilərin marağı nə yerdədir? Planlar necədir? İstənilən ölkə üçün, xarici investisiya üçün bir neçə dənə amil vacibdir. İlk amil bu sosial, iqtisadi sabitlikdir. İkinci növbədə təhlükəsizlikdir. Üçüncü növbədə dövlət tərəfindən ciddi həcmli təşviqlərin verilməsidir. Və dördüncü növbədə də həmin ölkədə uyğun işçi qüvvəsinin olmasıdır. Həm bilikli, bacarıqlı, həm də eyni zamanda optimal qiymətə və ya ucuz qiymətə. Bu hallar olduğu halda kapitalın, investisiyanın o ölkəyə axını müşahidə olunur ki, sadaladığım bütün kriteriyalara Azərbaycan cavab verir. Və ona görə də mən şəxsən düşünürəm ki, elan olunmuş dövlət proqramı çərçivəsində xarici ölkələrdən investorların Azərbaycana cəlb olunması daha asanlaşacaq və maraq getdikcə də artacaq. Bu marağı da dövlət proqramı elan olunduqdan bəri biz artıq görürük. Çünki Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər daxil olur və Azərbaycana müxtəlif istiqamətdə, həm heyvandarlıq istiqamətində, istixana istiqamətində, üzümçülük, şərabçılıq istiqamətində yatırım etmək istəyən xarici investorlardan müraciətlər gəlir. Həcmlər nə qədər olacaq mən bilmirəm. Əlbəttə ki, bunu zaman göstərəcək. Amma cənab prezidentin qeyd elədiyi kimi Azərbaycan öz stabilliyi ilə, öz coğrafi mövqeyi ilə, iqtisadi təşviq mexanizmləri ilə hal-hazırda investorlar üçün çox münbit bir şərait yaradıbdır və bu da əlbəttə ki, öz müsbət təsirini göstərəcəkdir. Məcnun müəllim, bayaq siz də qeyd etdiniz, dövlət proqramında əsas hədəf məhsuldarlığın artırılmasıdır. Bu baxımdan soyucu anbarların inşası gündəmə gəlir. Bildiyiniz kimi son illərdə Azərbaycanda ümumilikdə 400 min ton tutumu olan soyucu anbarlar inşa edilib. Bu həcmin 500 min tona çatdırılması planlaşdırılır. Bu istiqamətdə hansı addımlar atılacaq? Soyuducu anbarlarla bağlı ona toxunum ki, ümumilikdə soyuducu anbarlar, taxıl siloları əsas məqsədi logistik zəncirlərin inkişaf etdirilməsi, məhsulun saxlanma şəraitinin yaxşılaşdırılması və məhsulun rəf ömrünün uzadılmasıdır. Ərzaq təhlükəsizliyi nöqteyi nəzərdən də məhz ehtiyatların yaradılması və ehtiyatların saxlanması da çox əhəmiyyətlidir. Mənim Türkiyədə sıfır tullantı konfransı keçirildi və məhz orada Nazirlər Konfransında çıxışım zamanında qeyd elədim. Biçindən sonra dəyər zəncirində itkilərin azaldılması ancaq və ancaq saxlanma şəraitinin, daşınma şəraitinin müəyyən standartlara gətirilməsi və o standartların artırılması imkanları hesabına mümkündür. Və mən deyim ki, dünya ölkələrinin bir çoxu məhz bunun ətrafında müzakirələr aparırdı və bunların necə mümkündür, nə qədər artırmaq mümkündür ətrafında müzakirələr gedirdi. Bir neçə rəqəmə toxunum ki, misal üçün son 5 ildə Çin ümumi saxlama gücünü, taxıl saxlama gücünü 30-40% artırıb. Rusiya 2-3 dəfə artırıb. Türkiyə 9 milyondan 12 milyona son 5 ildə tona saxlama gücünü artırıb, 2030-a qədər 12 milyondan 20 milyona artırmağı planlayır. Yəni, bu ona bizə göstərir ki, məhsulların biçindən sonra saxlama şəraitinin yaxşılaşdırılması, itkilərin azaldılması öz-özlüyündə də müəyyən iqtisadi fayda və dəyər yaradır. Bu nöqteyi nəzərdən də əlbəttə ki, cənab prezident tərəfindən Azərbaycanda da həm soyuq hava depolarının yaradılmasının, artırılmasını və eləcə də taxıl silolarının genişləndirilməsi hədəf olaraq qarşımıza qoyulmuşdur. 2030-a qədər ilkin hədəf soyuq hava depolarında 100 min ton, taxıl silolarının isə 150 min ton artırılması nəzərdə tutulur. Amma qeyd edeyim ki, bu yetərlidirmi? Xeyr, hələ bundan sonra da, 2030-cu ildən sonra da bunun artırılmasına ehtiyac olacağını düşünürük. Nəyə görə? Biz eyni zamanda meyvəçiliyin artırılmasını hədəfləmişik, tərəvəzçiliyin artırılmasını hədəfləmişik və taxıl istehsalını ölkədə artırılmasını hədəfləmişik. Bunların hər biri öz-özlüyündə daha çox saxlama gücünü ehtiva edəcək və qeyd edeyim ki, soyuducu anbarlar üzrə mən ehtimal edirəm ki, 2030-dan sonra biz 500 min tondan 900 min tona çıxartmağı hədəfləməli olacağıq. Taxıl siloları üzrə isə 2 milyon 50 min tondan 2 milyon 500 min tona çıxmağı yəqin ki, hədəfləyəcəyik. Əlbəttə ki, bunlar həm fermerlərin gəlirinin artırılmasına xidmət eləyəcək,
məhsulun saxlanmasına şəraitinə xidmət edəcək, itkilərin azaldılmasına xidmət edəcək, məhsulun saxlanılaraq fərqli mövsümlərdə satılmasına və eləcə də bunun hesabına dəyərin artırılmasına xidmət edəcək. Yəni, üstünlüklər çoxdur və əlbəttə ki, bir məqama da toxunum. 400 min ton indiyə kimi qurulmuş ölkədəki soyuq hava depoları və eləcə də 2 milyon tona yaxın, 1 milyon 900 min tonluq taxıl yolları da məhz dövlət dəstəyi hesabına qurulubdur böyük əksəriyyəti. Biz bu proqramı da bu şəkildə davam etdirəcəyik. Məzun müəllim, əslində bütün bu proseslərdən danışarkən özəl sektor təbii ki, rolu, yeri vurğulanmalıdır, qeyd olunmalıdır ki, dövlət proqramında da investisiya nöqteyi nəzərdən özəl sektor, yəni burada iştirakı nəzərə alınıbdır. Özü ciddi şəkildə söhbət 3 milyard manat investisiyadan gedir ki, özəl sektor yəni proqramın həyata keçirilməsində bu qədər yaxından iştirak etməlidir. İndi sual yaranır, özəl sektorun marağını təmin etmək üçün hansı addımlar atılır və ümumiyyətlə yəni bu istiqamətdə görəcəyiniz tədbirlərin mahiyyəti nədən ibarətdir? Digər tərəfdən də sözsüz ki, aqroparklar məsələsi də yəni diqqətdən kənarda qala bilməz. Aqroparklarla bağlı nələri deyə bilərsiniz? Onlar sizin hər dəfə elə müşavirədə də elan etdiyiniz, qeyd etdiyiniz kimi ekstensiv üsuldan intensiv üsula keçid mərhələsində və bu dövlət proqramının bütövlükdə icrasına nə qədər hazırdır və ümumiyyətlə bu istiqamətdə görüləcək işlər varmı? Əgər varsa, lütfən bu barədə də tamaşaçılarımıza məlumat versəniz, tam yerinə düşəcək. Tamamilə doğru qeyd etdiniz. Özəl sektorun məhz bu dövlət proqramının icrasında özünə məxsus bir rol olacaq. Hətta müşavirədə cənab prezidentin öz çıxışına başlayanda məhz investorlara və özəl sektora çağırışla başladı. Yəni bu onların nə dərəcədə əhəmiyyətli və bu proqramın icrasında aparıcı bir qüvvə olduğunu bir daha göstərir. 4 il yarım ərzində deyərdim ki, sektora bu proqram çərçivəsində investisiya olunması gözlənilən rəqəm 5.9 milyard manat olaraq hesablanıbdır. Bunun 3.7 milyardı özəl sektor tərəfindən, 2.2 milyardı isə dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur. Ümumiyyətlə dövlətin buradakı rolu daha çox təşviq edici, administrativ dəstək verici və eləcə də maliyyələşdirici müəyyən mənada funksiya olaraq iştirak edəcək. Özəl sektor isə birbaşa sahədə bu işlərin icra olunması, investisiyaların qoyulması, torpaqların hazırlanması, tikintilərin həyata keçirilməsi, texnikaların ölkəyə gətirilməsi, heyvanların gətirilməsi və fermaların qurulması birbaşa özəl sektor tərəfindən icra olunması nəzərdə tutulur. Bu nöqteyi nəzərdən əlbəttə ki, özəl sektorun əhəmiyyəti və görəcəyi rol və iş həddən artıq böyükdür. Dövlətin verdiyi dəstək əgər toplam investisiyanı nəzərə alsaq, təxminən 35-40%-nin dövlət tərəfindən dəstək olunması öz-özlüyündə artıq təşviq edici bir xarakter daşıyır. Amma bundan əlavə sadəcə maliyyə dəstəyi deyil. Müsahibənin başında qeyd etdiyim kimi, proqram özündə eyni zamanda qanunvericilik təşəbbüslərini də ihtiva edir. Və qanunvericilik təşəbbüsləri də fermerlərin, sahibkarların, investorlar üçün ciddi yeni imkanların yaradacağını göstərir. Bunlar həm toxumçuluq sahəsində qanunun yenilənməsi, balıqçılıq sahəsində qanun və onun fəaliyyəti layihələrinin yenilənməsi, dediyim kimi aqrar sahə haqqında qanunun qəbul olunması, konsolidasiya üçün müxtəlif qanunlara dəyişikliklərin olunması, bundan əlavə bir sıra fərmanlara düzəlişlərin olunması ki, biraz əvvəl qeyd elədim, cənab prezident tərəfindən subsidiya və güzəştlərə dair 759 və 413 nömrəli fərmanlara dəyişikliklər təsdiqləndi. İmzalanmış daha yeni 2 fərman sayəsində ixracatda logistikaya dəstəyin verilməsi və eləcə də kreditlərin faizlərinin subsidiyalaşdırılması da dövlət tərəfindən bu fərmanlar çərçivəsində özündə ehtiva edir. Yəni bunların hamısı öz-özlüyündə sektor üçün, investorlar üçün ciddi bir dəstəkdir və öz yatırım edəcəkləri kapitalın daha çevik geri çevrilməsinə və oradan fayda götürməyinə xidmət edəcək. Eyni zamanda da əlbəttə ki, məhsulun daha uzun müddətli istehsalına da gətirib çıxaracaq. Bu proqramın özünə bir çox vacib məxsusluğu da var ki, bu proqram qısa müddətli olsa belə, 2030-cu ilə qədər cəmisi 4-5 ili əhatə etsə belə, proqram çərçivəsində görüləcək işlər məhz aqrar sektorun fundamental dəyişikliklərinə xidmət edəcək, daha dayanıqlı, daha uzun müddətli inkişafına xidmət edəcək. Və bir çox təsirini biz bunun 2030-cu ildən sonra
görəcəyik və əlbəttə ki, özəl sektorda bu nöqteyi nəzər üçün onlar üçün əhəmiyyətlidir ki, yatırım etdikləri sahə, istiqamət, sektorlar onlara qısa müddətli, daha uzun müddətli fayda vermə imkanı saxlasın. Günün dövrün tələblərinə uyğun olaraq aqrar sahədə də rəqəmsallaşma sürətlənib və kənd təsərrüfatında elektron informasiya sistemi var və eyni zamanda subsidiyalarla bağlı müraciətlər, eyni zamanda hətta yaylaqlara getməklə bağlı müraciətlər elektron formada həyata keçirilir. Maraqlıdır ki, fermerlər bu elektronlaşma ilə necə ayaqlaşırlar və onların rəqəmsal bacarıqları nə dərəcədədir və onların maarifləndirilməsi istiqamətində Nazirlik hansı tədbirləri həyata keçirir? 2020-ci ildən bəri elektron kənd təsərrüfatı informasiya sistemi ECTIS qısa olaraq adlandırılmış sistem yaradılmışdır və elektron kənd təsərrüfatı informasiya sistemi çərçivəsində fermerlər əkdikləri məhsullar barəsində, yerləşməsi barəsində bəyanlar edirlər. Amma siz çox vacib bir məqama toxundunuz. Biz görürük ki, fermerlər bu gün belə bəyanlarını etmək üçün baxmayaraq ki, artıq mobil aplikasiya hazırlanıbdır, elektron formada bunu web portal üzərindən həyata keçirə bilərlər, öz evlərindən, qonşularından, kompüter olan istənilən bir yerdən. Təəssüf ki, böyük əksəriyyəti, mən deyərdim bu 95%-dən çoxu hələ də bizim regionlarda olan daimlərə, yerli orqanlara yaxınlaşaraq, kənd təsərrüfatı idarələrinə yaxınlaşaraq, orada bu bəyanın keçirilməsini xahiş edirlər və bizim operatorlar onlar üçün bu bəyanı, məlumatın doldurulmasını icra edirlər. Əlbəttə ki, və etiraf edirəm ki, bu günə istənilən səviyyədə deyil bizim fermerlərin məhz mobil aplikasiyadan və ya elektron platformadan istifadə etmə səviyyəsi. Amma bununla bağlı həm dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər var, maarifləndirmə tədbirləri nəzərdə tutulur. Eyni zamanda elektron kənd təsərrüfatından istifadə, kənd təsərrüfatında elektron həllərin, rəqəmsal həllərin istifadəsi təhsilə də inteqrasiya eləməyi düşünürük. Artıq bu ilin sentyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetində də məhz bu istiqamətli tədris və təlimlərin verilməsi nəzərdə tutulur. Biz hər il 1500-ə yaxın tələbə məzun olur. Bu o deməkdir ki, biz hər il bundan sonra 1500 nəfərin aqrar sektorda çalışacaq insanın artıq bu biliklərlə məzun olmasına xidmət edəcəyik. Və onların da hər birinin Azərbaycanın bir kəndində, bir bölgəsində olması, orada da bunun yayılmasına xidmət edəcəyinə inanıram. Amma cəm etibarilə əlbəttə ki, bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Biz bugün rəqəmsallaşmanı genişləndirmək nə qədər istəsək belə, fermerlərin bundan istifadə etmə bacarıqları ana çağırışlardan biri olaraq qarşımızda durur. Sadəcə qeyd edeyim ki, bu günləri əgər biz göstərdiyimiz xidmətlərin təxminən 55%-ni elektron platforma üzərindən təqdim edə biliriksə, hədəfimiz 2030-cu ildə bunun 100%-ə çatdırılmasıdır. Amma bunun 100%-ə çatdırılması 100% istifadə olunması demək deyil. Ona görə də maarifləndirmə istiqamətində, fermerlərin təşviq olunması istiqamətində işlər görəcəyik. Bir məqama da toxunum ki, aqrar süni zəka layihəsi çərçivəsində hazırlanan modullardan biri məhz fermer reytingi moduludur. Və fermer reytingi içərisində fermerin məhz elektron platformadan və rəqəmsal həllərdən istifadə etmə səviyyəsi də onun reytinginə təsir edən amillərdən biri olaraq nəzərdə tutulubdur. Ümid edirik ki, bu kimi təşviq edici amillər də onların bundan maariflənməsinə xidmət edəcək. Cənab Nazir, intensiv bağçılıqdan danışaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə intensiv bağçılıq inkişaf etdirilir. Bununla bağlı deyə bilərsiniz, həm ixrac, həm də müasir becərmə texnologiyaların tətbiqi baxımından. 2025-ci ilin sonuna ölkədə 50.000 hektara yaxın intensiv bağ salınmışdı və bu son 5-7 ilin görülmüş işlərin nəticəsidir. Sadəcə keçən il biz artıq 10.000 hektara yaxın yeni intensiv bağın salınmasına nail olmuşuq və getdikcə bu genişlənməsi nəzərdə tutulur. 2030-cu ilə qədər bu 50.000 hektarın 70.000 hektara çatdırılması hədəf olaraq qarşımıza qoyulub. Nəyə görə intensiv bağçılıq? İlk növbədə məhsula düşmə qısa müddət içərisində olur. 1 hektardan daha çox məhsul götürülür. İntensiv bağçılıq bəzi hallarda düzgün sortlar seçildiyi, düzgün çeşidlər seçildiyi halda bazarda daha erkən çeşidləri, daha erkən məhsul əldə etməyə imkan yaradır ki, bu da fermerin qazancının artırılmasına xidmət eləyir.
eyni zamanda əlavə iş yerləridir. Yəni intensiv bağda istifadə olunan işçi qüvvəsinə daha çox ehtiyac yaranır və əlbəttə ki, amma eyni zamanda xüsusi bilik və bacarıqlara da şərait yaradır, imkan yaradır. O nöqteyi nəzərdən intensiv bağçılığın artırılması əsas hədəflərimizdən biridir. Eyni zamanda Azərbaycanda iqlim şəraiti ona imkan verir ki, biz bir sıra müxtəlif meyvələrin Azərbaycanda istehsalının genişləndirilməsinə nail olaq. 1 hektardan daha əlavə dəyərin yaradılması, daha çox iqtisadi dəyərin yaradılmasına xidmət eləyir. Mən misal üçün qeyd edim ki, 1 hektar alma bağı, 1 hektar dənli paxlalı sahədən bəzi hallarda 30 dəfəyə qədər dəyər yaratmaq potensialı var. Və eləcə də digər meyvələrə də, bunun tərəvəzlərə də şamil edə bilərik. O nöqteyi nəzərdən əlbəttə ki, intensiv bağçılığın artırılması hədəflənib, azad olunmuş ərazilərdə məxsusi olaraq nəzərdə tutulur. Hətta bizim keçirdiyimiz müsabiqələrdən biz görürük ki, artıq azad olunmuş ərazilərdə 8500 hektar bu günə keçirilmiş ilk 2 müsabiqə göstərir ki, 8500 hektar yeni bağların yaradılmasına maraq var. Və biz hələ nə qədər bundan sonra müsabiqələr keçirtməyi planlayırıq. Bunun yanına biz soyuq hava depolarını, logistik imkanları da yanına qoyduğumuzda, eləcə də inanıram ki, Zəngəzur koridorunun açılması, şimal-cənub dəhlizinin tam işə düşməsi və orta koridorda yerləşməyimiz, coğrafi mövqeyimiz də həmin istehsal olunacaq məhsulların da daha qısa müddət içərisində dünya bazarlarına çatdırılmasına xidmət edəcək, həm ölkəyə valyutaya gətirilməsinə xidmət edəcək, məşğulluğun artırılmasına xidmət edəcək və iqtisadi dəyərin artırılmasına xidmət edəcək. Cənab nazir, kənd təsərrüfatının inkişafında artıq bu barədə siz danışdınız. İnnovativ vasitələrin tətbiqi, süni intellekt və rəqəmsallaşmadan istifadə, yəni bugünün əsas trendlərindən sayılır. Təkcə bizim ölkəmizdə deyil, bütün dünyada bu belədir. Bu istiqamətdə daha ətraflı bizə hansı məlumatları verə bilərsiniz? Özəlliklə də kadr potensialı ki, bu barədə də yəni siz məlumat verdiniz. Amma daha geniş spektrdə baxsaq, Azərbaycan dövlətinin bu istiqamətdəki həm də innovativ texnologiyaların tətbiqi nöqteyi nəzərindən addımları nədən ibarətdir və planlar nədir? Biraz əvvəl biz rəqəmsallaşmanı müzakirə etdik. Elektron kənd təsərrüfatı platforma olaraq özü-özlüyündə statik bir platformadır və sadəcə məlumatın daxil edilməsini özündə ehtiva edir. Arxa fonda əlbəttə ki, məlumatların toplanması, mərkəzləşdirilməsi, təhlili də funksiyalar icra olunur. Amma bunun fermerə geri dönüşü və fermerə bunun faydasını biz harda görəcəyik? Məhz süni zəka həllərinin tətbiqindən sonra. Yəni, burada nəzərdə tutulan nələrdir? Biz fermerin tarixçəsini elektron ECDIS vasitəsilə əldə edirik ki, nə əkirdi, nə qədər əkirdi, harda əkirdi. Aparılan torpaq analizləri sayəsində torpaq xəritəsi yaradılır. Ölkədə hal-hazırda Ekologiya Təbii Sərvətlər Nazirliyinin bütün meteostansiyalarından məlumat alınır. Əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyinin süni zəka layihəsi çərçivəsində 30-a yaxın meteostansiya yeni qurulubdur. Bundan əlavə bir o qədər də özəl sektorun öz sahələrində qurduğu meteostansiyalar mövcuddur. Onları da biz bu platformaya qoşaraq artıq iqlimlə bağlı əkilən məhsullarda necə fayda verə biləcəyini, necə təsirlər göstərə biləcəyini məlumatlarını toplaya bilirik. Bununla bərabər biz bir qayda qoyduq ki, ölkəyə idxal olunan bütün kombaynlarda həm GPS, həm də məhsul toplama bunkerində sayğacların qoyulması şərt olaraq qoyulubdur. Bunların da məlumatları bizim mərkəzi bazaya toplanması nəzərdə tutulur. Ümumilikdə hamısının nəticəsində fermerə məlumatın ötürülməsi təhlil olunaraq onun sahəsində baş verə biləcək risklərin öncədən fermerə çatdırılması və hansı addımları atmasını imkan yaradacaq. Suvarma ilə bağlı da eyni məqamda torpaq bitki su stresi yaşayırmı, yetərincə nəmlik və rütubətlik varmı, əlavə suvarmaya ehtiyacı varmı? Bu kimi məlumatları da biz fermerə mobil telefonuna göndərə biləcəyik. Gündəlik belə bir mesajlar Telegramda göndərilir fermerlərə və burada görsəniz 2 saat aralıqları göstərilir ki, bu nəyi göstərir? 3 gün ərzində həmin fermerin əkdiyi bitki növündən asılı olaraq sahəsində iqlimə görə hər hansı bir zərərvericinin yaranma ehtimalı, hər hansı bir xəstəliyin yaranma ehtimallarını ölçür və məlumatı fermerə göndərir. Eyni zamanda dərmanlamaya ehtiyac varsa, dərmanlamanın ən uyğun saatlarını da fermerə mesaj olaraq biz buna göndəririk. Bu bizim ilk
pilot layihəmizdir və bunu yeni tətbiqlə bir aydan daha az müddətdir ki, sınağına başlamışıq. Yəni, bu həllər süni zəkanın fermerə verə biləcəyi faydaları və müəyyən mənada kadr çatışmazlığını biz bunun sayəsində və bilik çatışmazlığını bunun sayəsində aradan götürməyə çalışırıq. Kadr yetişdirilməsi nöqteyi nəzərdən dövlət proqramı çərçivəsində də əsas hədəflərdən biri ikili diplom proqramı ilə məzunların sayının artırılmasıdır. Bu günləri Azərbaycan Dövlət Aqrar Universiteti, Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı mövcuddur və biz 2025-ci ildə 46 məzun vermişdiksə, 2030-cu ildə 500 nəfərə yaxın məzunun artırılması nəzərdə tutulur. Bundan əlavə Macarıstanın Mate Universitetinin Azərbaycanda filialının açılması, Azərbaycanda fəaliyyətinin başlanması nəzərdə tutulur. Yəni, aqrar sahədə təhsili mümkün qədər artırmağa istiqamətlə çalışacağıq. Bu da özü-özlüyündə bilikli kadrların artırılması da süni zəka həllərindən, rəqəmsal həllərdən istifadənin genişlənməsinə xidmət edəcək. Cənab nazir, bir də bir yeni iqlim reallığı var. Xüsusən intensiv yağıntıları nəzərdə tuturam. Bu kənd təsərrüfatına necə təsir eləyir və təbii amillərdir və onların vurduğu ziyanın aradan qaldırılması istiqamətində nazirlik tərəfindən fermerlərə dəstək barəsində hansı addımlar atılır və xüsusən də aqrar sığorta mexanizmi istəyirəm ki, bu prosesdə necə rol oynayır, bunu da vurğulayasınız. İqlim təsirlərindən kənd təsərrüfatı bəzən faydalanan, bəzən isə çox ciddi zərər görən bir sektordur. Azərbaycan da bundan kənarda qalmayıb. Nümunə olaraq misal çəkə bilərəm, 2023-cü ildə Azərbaycanda quraqlıq keçməsi səbəbindən dəmiyə torpaqlarının 1/3-nin məhsul itkisinə və qurumasına gətirib çıxartması misalıdır. Bu il ərzində bizim gördüyümüz yağışların yazda çiçəkləmə dövrünə, meyvə bağlarına vurduğu zərərlərdir və s. İqlim dəyişmələri dediyim kimi sadəcə yağışın həcminin artması və bəzi hallarda anormal paylanması, bəzən quraqlıq keçməsi, bəzi yerlərdə müxtəlif fırtınaların, küləklərin olması və hər birinin özünə görə bir təsiri var. Burada bizim atdığımız iki istiqamətli addım var. Artıq başlanılmış bir neçə il qabaq ölkədə aqrar sığorta mexanizmi yaradılıbdır və bu aqrar sığorta mexanizmi sayəsində fermerlər bəzi bitki məhsulları üzrə harda ki dövlət subsidiyalaşdırır, icbari sığorta müəyyən mənada mövcuddur və orada iqlim hadisələri, sığorta hadisələri baş verdikcə fermerlər kompensasiya olunur. Amma eyni zamanda könüllü sığortalanan fermerlər də var və biz könüllü sığortalıların sayının ildən ilə artdığını görürük. 2025-ci ilin sonuna ümumi sığortalanan sahə 386 min hektar təşkil edir Azərbaycanda və əlbəttə ki, bunun artırılması 2030-cu ilə 1 milyon hektara çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, 1 milyon hektara çatdırmağımız bizim əkin ərazilərimizin təxminən 65-75%-nin sığortalanması deməkdir. Sadəcə 2025-ci ildə 600-ə yaxın fermerin müraciəti olmuşdur məhz sığorta hadisələrinin baş verməsi ilə bağlı. Toplam 2025-ci ildə həyata keçirilmiş həm 24-dən qalma ödənişlər, həm 25-ci ilin ödənişləri olaraq 9 milyon manatdan çox ödəniş həyata keçirilmişdir. Yəni, bunlar hər biri məhsulun istehsalının və dayanıqlığını və davamlılığını təmin etmək məqsədi daşıyır. Yəni, sığorta mexanizmi, qeyd etdiyim kimi, birinci mexanizmdir. İkinci mexanizm danışdığımız süni zəka mexanizmlərinin tətbiqidir. Burada öncədən məlumatlandırma, fermerin məlumatlandırılması və müvafiq olaraq ata biləcəyi addımlar varsa, o addımların atılmasına məsləhətin verilməsidir. Fermer nə qədər öncədən xəbərdar olsa ki, hər hansı bir iqlim hadisəsi baş verə bilər və bunun məhsuluna zərər vura bilər və o önləyici addımlar atmağa imkanı yaranacaq, şansı yaranacaq. Eyni zamanda bəzi iqlim hadisələrinə qarşı, doluya qarşı biz artıq torların, bağların üzərində çəkilən torların da və onların mexanizmlərinin də dövlət güzəştinə salmışıq və onlarda da 40% dövlət güzəşti tətbiq olunur. Yəni, fermerlərə iqlim hadisələrinə qarşı dəstək olmağa çalışırıq. Amma bu bir reallıqdır ki, kənd təsərrüfatı sektoru daim iqlimə qarşı həssas olaraq qalacaq. Bir məqama da toxunmaq istəyirəm. Türkiyənin bir aqrar universitetində dərs deyən bir professorun vaxtı ilə mənə dediyi bir ifadə var idi. Deyirdi ki, əkinçilik üstü açıq zavod kimidir.
Yəni sahədə biz çox iş görə bilərik, amma göydən nə düşəcək, nə veriləcək, necə olacaq, iqlimin nə kimi sürprizləri ilə qarşılayacaq, bunu bilmirik. Bu işin bir tərəfində, amma digər tərəfdən insanlıq artıq bunun bir həllini tapıb istixanalar. Və dövlət proqramı içərisində 2030-a qədər əlavə 500 hektar istixananın artırılması nəzərdə tutulur. İstixanalar 1 hektara daha çox iş yeri yaradır, 1 hektara daha çox dəyər yaradır, iqtisadi dəyər yaradır və istixanaların sayəsində ixracat potensialımız artır və əlbəttə ki, ərzaq təhlükəsizliyimiz və özünün təminat səviyyətimizin də yüksəlməsinə də xidmət edəcək. Cənab nazir, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı məsələsi bu yenə də hər zaman olduğu kimi əsas gündəmini tutan məsələlərdən biridir. Potensial coğrafiya və diversifikasiya məsələsi haqqında nə deyə bilərsiniz? Cənab prezident də vurğuladı. Bizim üçün qarşıdakı müddətdə aqrar məhsullarımızın bazarlarda nə vaxta qədər lazım olduğunu öyrənmək və çox vacib, ən vacib məsələlərdən biridir. Yəni fikri də ifadə olundu. Bütün bunlarla bağlı nə deyə bilərsiniz? 2025-ci il Azərbaycan kənd təsərrüfatının ixracı üçün ən uğurlu illərdən biri oldu və rekord ili oldu. Toplam qeyd etdiyim kimi 1.5 milyard dollarlıq ixracat həyata keçirilmişdir. Bunun 1.1 milyardı istehsal olmuş kənd təsərrüfatı məhsulları, 0.4 milyardı isə emal olmuş kənd təsərrüfatı qida məhsulları idi. İxrac coğrafiyamızı biz son 5 ilə nəzər salsaq, biz görürük ki, ilk 5 ölkənin payı ixracda azalmasını müşahidə edirik. İlk 3 məhsulun payının ixracda azalmasını müşahidə edirik. Bizim əsas ixrac məhsullarımız birinci yerdə meyvə məhsullarıdır, ikinci tərəvəz, üçüncü pambıqdır. Bu üçünün payı əgər 5 il əvvəl 87% təşkil edirdisə, keçən il bu 78%-ə denk gəlmişdir. Bu onların payın azalması digər məhsulların payının artmasını göstərir. Eyni zamanda da ixracat coğrafiyasında biz bunu görürük. İxrac coğrafiyası son 25-ci ildə əsas ölkələr Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, İtaliya, Orta Asiyadan Özbəkistan ölkələri olmuşdur. Amma müxtəlif məhsullar üzrə müxtəlif ölkələrdə asılılıq hələ də qalır. Və cənab prezidentin də qeydi məhz buna bağlıdır ki, həmin ölkələrdə özünü təminat üzərində, ərzaq təhlükəsizliyi üzərində yəqin ki, düşünürlər və onların atdığı addımlar çərçivəsində bizim üçün bazar imkanları daralacaqmı araşdırılmalıdır və alternativ bazarlar hara ola bilər. Əlbəttə ki, biz son illərdə yaxın şərqə ixracın artdığını görürük, fərqli məhsulların, potensial olaraq Çin bazarını görürük. Diversifikasiya bizim üçün yenə də ana prioritet olaraq qalacaq və dövlət proqramı çərçivəsində də yeni bazarlara çıxış üçün sertifikat subsidiyasının verilməsi də nəzərdə tutulur. Beynəlxalq kənd təsərrüfatı təcrübələrinə malik sertifikatların maliyyələşməsi və ya o sertifikatları tətbiq edən fermerlərə, sahibkarlara daha əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Cənab prezident tərəfindən imzalanmış 759 nömrəli fərmanda da dəyişikliklərdən biri də məhz sertifikat subsidiyasının artıq mümkün olma imkanı yaradılmasıdır. Sertifikatlaşma nə üçün əhəmiyyətlidir? Çünki bir çox dünya bazarlarına çıxışda Azərbaycan məhsullarının müəyyən standartlara cavab verməyini təsdiqləyən sənədlər formasında çıxış edəcək və bu da yerli sahibkarlar üçün, fermerlər üçün alternativ bazarlara çıxış imkanı yaradacaq. Torpaqlardan səmərəli istifadə məsələsinə gələk. Sizcə fermerlər torpaqlardan daha səmərəli istifadə etmək üçün nə etməlidirlər? Tövsiyəniz nədir? Dövlət proqramında bu istiqamətdə hansı addımlar tutulur? Azərbaycanda torpağın səmərəli istifadəsinə qarşısına duran ən böyük çağırış torpaqların bölünməsidir. Və bir fermerə bu günləri 1.8 parsel sahə düşür. 124 min fermerin əkin sahələri 2 və daha çox sahədən ibarətdir. Bu, avtomatik həmin sahələrdə əkinin həyata keçirilməsi resursları 2 yerə və daha çox yerə bölmək deməkdir. Bir neçə yerə bir neçə dəfə gedib gəlmək deməkdir və bütün istehsal vasitələrinin qeyri-effektiv istifadəsini gətirir çıxarır. Eyni zamanda müasir suvarmanın tətbiqini də çətinləşdirir. Çünki sahə nə qədər kiçikdirsə, orada müasir suvarmanın tətbiqi daha da çətinləşir. Bu nöqteyi nəzərdən dövlət proqramı çərçivəsində qeyd etdiyim kimi ilk dəfə konsolidasiya layihəsinin icrası nəzərdə tutulur. 2 rayonda, 32 kənddə, Qəbələ və Salyanda nəzərdə tutulur bunun keçirilməsi
Və biz inanırıq ki, məhz konsolidasiya fermerlərin torpaqlarının vahid parselə gətirilməsinə, su ilə qapalı suvarma şəbəkəsinin təmininə, müasir suvarmanın qurulmasına və ən əsası da torpaqdan səmərəli istifadə, orada daha dəyərli bitkilərin, daha çox dəyər yaradan bitkilərin istehsalına imkan verəcək. Cənab nazir, sonda bir sualım olacaq. Ərazi cəhətdən bizdən heç də böyük olmayan Niderland, İsrail və s. ölkələr keyfiyyət əsas götürərək xüsusilə də böyük rəqəmlərə nail olurlar və maraqlıdır ki, biz aqrar sahədə hansı modeli əsas götürürük və hansı ölkələrin təcrübəsini əsas götürməliyik? Azərbaycan tarixən daha çox ekstensiv artım üzərindən inkişaf yolunu seçmişdir kənd təsərrüfatında. Məhz Cənab Prezidentin son illərdəki fərman və dövlət proqramları və bu il imzalanan dövlət proqramı ekstensiv modeldən intensiv modelə keçidi özündə ehtiva edir. Adlarını çəkdiyiniz ölkələrə məxsus əsas xüsusiyyətlər daha az sahədən daha çox məhsul istehsal etməyə ehtiva edir, daha dəyərli məhsul istehsal etməyə ehtiva edir və eyni zamanda elmi tədqiqatların və təhsilin özəl sektorla və aqrar sahə ilə intensiv işini özündə ehtiva edir. Yeni dövlət proqramı ilə bağlı bunların hamısı yeni dövlət proqramı icrası çərçivəsində nəzərdə tutulur. Amma eyni zamanda biz anlamalıyıq ki, Azərbaycanın özünə məxsus dinamikası, özünə məxsus iqlim şəraiti, özünə məxsus suvarma şəbəkəsi mövcuddur ki, və biz bu reallıqları göz önündə saxlamalıyıq. Bunların inkişafı sadəcə aqrar sektorunun inkişafı ilə bağlı olmayacaq. Çünki aqrar sektor eyni zamanda da iqtisadiyyatın bir parçasıdır. Və iqtisadiyyatın bir parçası olaraq da iqtisadiyyatdan fərqli bir dinamika adətən sərgiləmir. Regionların sosial infrastrukturu inkişaf etdikcə və kommunal infrastrukturu inkişaf etdikcə, dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələr icra olunduqca fermerlər üçün yeni imkanlar yaranacaq ki, məhz daha az resursla daha çox məhsul istehsal məntiqini tətbiq eləyə bilək və məhsul subsidiyasını biz tətbiq elədikcə də fermerlər inanıram ki, daha çox məhsul istehsal eləməyə, vahid ərazidən məhsuldarlığı artırmağa meyilli olacaqlar. Eyni zamanda qeyd edeyim ki, dövlət proqramı çərçivəsində elmi tədqiqat institutlarının transformasiyası nəzərdə tutulur, restrukturizasiyası nəzərdə tutulur və aqrar tədqiqatlar və inkişaf mərkəzinin yaradılması artıq Cənab Prezident tərəfindən bu fərman da imzalanıbdır və buradakı bizim məqsədimiz elmi tədqiqatların və təhsilin məhz özəl sektorla və sahə ilə birbaşa inteqrə olunmuş şəkildə fəaliyyətinə nail olmaqdır. Bu ölkələrin ən böyük uğurları oradadır. İsraildən götürə biləcəyimiz nümunə məhz suyun idarə olunmasıdır və ya heyvandarlıqda bir nümunə də İsraildən nümunə götürə bilərik. İsrailin ortalama heyvan başına məhsuldarlığı bir gündə bir inəkdən 40 litr süddür. Azərbaycanda fermerlərin təəssüf ki, bu cins heyvanların Azərbaycana uyğun olmadığını və soyuq ölkələrdən gəldiyini, daha çox soyuq iqlimə uyğun olduğunu qeyd edirlər. Mən həmişə İsraili misal gətirirəm. Eyni heyvan, düzdür, müəyyən illərdən seleksiyadan keçib, 30 ilə yaxın bir dövr keçib İsraildə, amma buna nail olublar. Nəyə görə biz Azərbaycanda buna nail olmayaq ki? Və mən inanıram ki, mütləq buna nail olacağıq. Eyni məqam Cənubi Koreyadan da mən misal gətirə bilərəm ki, yəni mən inanıram ki, Cənubi Koreya, Niderland və İsrail ərazicə Azərbaycana oxşar ölkələrdir və bizim model olaraq istiqamət götürə biləcəyimiz ölkələrdir. Amma eyni zamanda öz reallığımızı, öz iqlim şəraitimizi və öz potensialımızdan çıxış eləyərək oradan elmin, təhsilin, texnologiyaların Azərbaycana cəlb olunmasının, fermerlərin maarifləndirilməsinin, öyrədilməsinin, yeni kadrların yetişdirilməsinin və bunların da öz töhfəsini zamanla kənd təsərrüfatına verəcəyinə mən inanıram. Çox sağ olun, cənab nazir. Bir daha təşəkkür edirik sizə. Çox təşəkkür edirəm. Ümid edirəm bu müsahibə də eyni zamanda dövlət proqramının daha geniş kütlələrə çatdırılmasına xidmət eləyəcək və aqrar sektora həm xarici investorların, həm yerli özəl sektorunda marağını artırılmasına xidmət edəcək. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq 7/24 aqrar sektorun yanındayıq, fermerlərin yanındayıq. İstənilən sualları operativ şəkildə cavablandırmağa və onlara dəstək olmağa hazırıq. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm.
Əziz tamaşaçılar, proqramımızın qonağı Məcnun Məmmədov ölkəmizin Kənd Təsərrüfatı naziri idi və onunla biz həmkarlarımızla, ARB kanalından olan həmkarımız və Azərtacdan olan həmkarımızla birlikdə ətraflı şəkildə ölkəmizin kənd təsərrüfatı siyasətini müzakirə etdik, atılacaq addımlar, o cümlədən 2026-2030-cu illərdə illər üçün nəzərdə tutulan dövlət proqramının icra mexanizmləri, istiqamətləri haqqında danışdıq. Beləliklə hədəfə baxdınız, sağ olun, gəlin görüşlərə dək.